Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Avropada, Portuqaliya ölkəsində Fatimə şəhəri haqqında eşitmisinizmi? Bəli, Fatimə şəhəri. Heç də səhv eşitmədiniz. Şəhərin adı Fatimədir. Görəsən bu şəhərin adı niyə Fatimə qoyulmuşdur? Görəsən bu şəhərin adının Peyğəmbərimizin qızı, bütün dünya və axirət xanımlarının ən üstünü xanım Fatimə-i Zəhra salamullah əleyha ilə nə bağlılığı var? Eşitdiyiniz bu gün də sosial şəbəkələrdə, axtarışda verib tapa bilərsiniz. Dediyimiz kimi, bu günləri Portuqaliyada tanınmış bir şəhər var. Hər il 6 milyondan çox insan onu ziyarət eləyir. Həm xristianlar, həm də digər dini inanclı olanlar. Müsəlmanlar da son vaxtlar o şəhərə tez-tez gedirlər, turist səfərlərə çıxırlar və həmin o ziyarətgahı, o ibadətgahı ziyarət eləyirlər. Bu günləri həmin o ziyarətgah həm xristian dünyasında, həm də müsəlman dünyasında hörmət olunan məkanlardan biri hesab olunur. Bəs orada nə hadisə baş vermişdir? Orada hadisənin baş verməsi deyilənə görə, bizim araşdırmamıza görə həm müsəlman yazıçılarının, həm də müəyyən xristianlardan olan nəqillərə əsasən hadisə haqqında ümumi gəldiyimiz qənaət bundan ibarətdir. 1917-ci ildə 3 uşaq, Justina, Francisco və Lucia adında 3 uşaq qoyun otararkən əvvəllər kənd formasında olan, indi baxmayaraq ki şəhərdir, 10 mindən çox əhalisi var Fatimə şəhərinin. Orada bir anda onlara müqəddəs formada geyinmiş bir xanım əlində təsbih görsənir. Bəli, uşaqlar gördüyü xanımı belə vəsf eləyirlər. O xanım gözəl geyimli formada, hicablı formada, nurani formada, nur yağır ondan, əlində təsbih var. Hətta uşaqların onun haqqında danışanda tez dediyi cümlə budur. O təsbihli xanım idi. Bax, bu cümlə yadınızdan çıxmasın. Təsbih kəlməsi bizlərə qabaqda lazım olacaq. O xanımın kimliyini daha yaxşı tanımağa bizə yol göstərəcək. Və həmin o xanımın özünü Fatimə yaxud da təsbihli xanım kimi təqdim edir və özünü Peyğəmbər qızı olduğunu vurğulayır. Baxın, Peyğəmbər qızı olduğunu da burada bəzi nəqillərdə gəlmişdir. Onlara müəyyən məlumatları verir, dua etməsini istəyir. Qeybdən məlumat verir, Birinci Dünya müharibəsinin baş verməsini və digər məlumatları verir və deyilənə görə 3 sir verir. 3-cü sirrin özü çox şübhəlidir. İndiyə qədər də heç bir onun haqqında açıqlanma verilmir. Amma sonradan bu hadisənin özündə müəyyən dəyişikliklər yaranır. O xanımın özünün xanım Məryəm olduğu iddia edilir. Əvvəldə bunu diqqətinizə çatdırmaq istərdim ki, bu hadisənin özünün yaxud da ki, digər hadisələrinin heç də İslam alimlərinin, Əhl-i Beyt əleyhissalamın tarixini araşdıranların xanımın fəzilətini isbat etməkdən ötürü bunlara ehtiyacı yoxdur. Heç xanım Fatimə Zəhra salamullah əleyha da müsəlman dünyasında Peyğəmbər qızı bütün xanımların ən üstünü, behişt xanımların ən üstünü olmağı dəlillərlə, subutlara bizə məlumdur. Və bu hadisədən bizi heç də əlbəttə ki, istəyimiz bu deyil ki, bu xanımın fəzilətini, şəxsiyyətini, dəyərini bu hadisə ilə isbat eləyək. Heç buna biz çalışmırıq da. Sadəcə həqiqətlər gizli qalmasın deyə və son vaxtlar kino çəkilməklə, müəyyən sosial şəbəkələrdə verilən suallarda xanım Fatimə salamullah əleyhanın orada olub-olmaması haqqında verilən sualları nəzərə alıb biz bu araşdırmanı sizin diqqətinizə çatdırırıq. O cümlədən də orada görsənən bir xanımın, xanım Məryəm salamullah əleyha olmasını kimsə iddia edərsə, biz heç də bundan narahat olmuruq və qarşı tərəfində fikirlərinə hörmətlə yanaşırıq. Necə ki, xanım Məryəm salamullah əleyha bizim dinimizdə, müqəddəs kitabımız Qur'an-ı Kərimdə Peyğəmbər və onun pak Əhl-i Beyti Allahın salamı olsun onlara kəlamlarında çox gözəl bir xanım kimi vəsf olunmuşdur. Oğlu İsa Peyğəmbər hesab olunmuşdur. Allahın salamı olsun hər ikisinə. O cümlədən də Qur'an-ı Kərimdə 114 surədən birində adı Məryəm surəsi olmuşdur. Məryəm pak, siddiqə, hörmətli, fəzilətli bir qadındır. Amma yenə də bəzi insanların suallarını, ünvanlanan sualları nəzərə aldıqda və bəzi insanlar o hadisənin təsirində olduqda, xüsusən də bugün Avropada İslama qarşı bəzi qara yaxma kampaniyaların qarşısına almaqdan ötürü və əsasən də tarixi həqiqətlərin üstü örtülməsin deyə ən şəxsi bizim borcumuz, haqqımızdır ki, tarixi hadisələri araşdıraq, olduğu kimi üzə çıxardaq. Nəticəni isə dinləyicilərin, bizi izləyənlərin ixtiyarına buraxaq. Və buna görə də bu hadisəni özümüzə araşdırmağı borc bildik. Amma hadisənin özündə bizim üçün
və İslam araşdırmaçıları ki, mən də onlardan götürmüşəm sosial şəbəkələrdə və bəzi ruhani alim qardaşlarla danışıqdan əldə etmişəm, bu hadisənin xanım Fatimə-i Zəhra salamullah əleyhə uyğun olduğuna bir neçə dəlillərimiz var. Bugün o şəhərin də adının Fatimə adlanması Peyğəmbərin qızına bağlılığı daha çox oxşardır, daha çox yaxındır. 1. O şəhərin özünün ondan əvvəl Fatimə adı olubmu? Bəziləri istəyirlər bunu sual altına aparsınlar. Güya orada bir ərəb şahzadəsinin qızının Fatimə adı olduğunu, hətta ərəb dilində Fatimənin ta yoxsa 2 nöqtəli T ilə yazıldığını belə müzakirə aparıblar. Amma etibarlı tarixlərə baxanda görürük ki, heç də bu hadisə həqiqəti əks etdirmir. Niyə? Çünki deyirlər o xanımın özü ərəb şahzadəsinin, ərəb əmirlərinin birinin qızı olub, adı Fatimə olub, bir xristian kişi ilə eşq macərası yaşayıb, məhəbbəti olub və sonra xristianlığı qəbul edib və dünyasını dəyişib, əri onun şərəfinə bir kəndi onun adına adlandırıb. Burada suallar çıxır. Birinci sual budur. O kəndin özündə şahzadə xanımı ərəb əmirinin qızının adına bir kənd vermək uyğun gəlirmi? Hansı padşah, hansı əmir, hansı tanınmış şəxs öz qızının adını kəndə qoymağa razılaşar? Yaxud da ki, elə onun həyat yoldaşı. Görsənən budur ki, bu heç də ərəb əmirlərin birinin qızının adı olmayıb. 2. O xanımın özünün haqqında, o şəhərin özündə bir heykəl, bir mücəssəmə, bir nişanə belə qoyulmamışdır. Əgər xanım, orada yaşayan xanım doğrudan da kənd onun adı ilə bağlı idisə, bəs nə üçün o xanımın özünün adına kənddə başqa nişanə yoxdur? Bir qəbir olsun, heykəllər ki, indi hal-hazırda baxa bilərsiniz, orada qoyulub mücəssəmələr və digər şeylər ki var, müqəddəs bir şəxs olsun, belə bir söhbət orada olunmamışdır. Kəndin özündə bircə qrup ola bilər ki, kəndin adı Fatimə qoyuldu. Bəs o kəndin adı qoyulan xanımın həyatı, yaşayışı, ondan bir əlamət, onunla bağlı bir ev, qəbir, heç bir şeydən xəbəri yoxdur. Bu 2. Üçüncüsü, şəhərin özünün adı ilə bağlı. Bəli, kəndin adı bəzi mənbələrdə gəlmişdir. O kəndin özü əvvəl Kova adlanmışdır. Sonradan o Fatimə adı ilə məşhurlaşmışdır. Deməli, köhnə adı bizə xəbər verir ki, heç də kəndin adı bir ərəb şahzadəsinin qızı ilə bağlılığı yoxdur. Ona görə də bu çəkilən kinolarda və bəzi xristian mənbələrində çalışırlar ki, bu şəhərin ki, əvvəl kənd olub adının onunla bağlasınlar, bir yaşayan xanıma bağlasınlar, o ona uyğun gəlmir. Başqa bir məsələ, o xanımın şahzadə qız olmaması, müqəddəs şəxslə bağlı olduğuna dəlillər bundan ibarətdir. Bu günləri, müasir dövrümüzdə Fatimə şəhəri Portuqaliyada, Avropada hamısının müqəddəs orada görsənən xanımla bağlılığını deyirlər. Ölüb dünyasını dəyişən qadınla bağlılığını demirlər. Bu günləri hamısı etiraf edir ki, o şəhərin adının adlanması 3 uşağın qoyun otararkən gördüyü müqəddəs xanımla bağlılığı var. Nəinki hansısa bir şahzadə, bir ərəbin ki, dinlə ola bilər heç bağlılığı da olmasın, ərəb bir qız olsun. Elə ona görə də əlavə olaraq da digər xristianlar Fatimə adından ilham alaraq bu günləri Suriyada, Dəməşq şəhərində, o cümlədən də Livanda kilsələr tikmişdilər və kilsələrin də adı Fatimə olmuşdur. Bugün siz axtarış sistemində Google-da vursanız, axtarsanız Fatimə kilsələri həmin o adda təkcə Portuqaliyada deyil, Suriyada və Livanda da buna rast gələrsiniz. Bəs onların adını niyə Fatimə qoyublar? Orada da ərəb şahzadəsi yaşayıb, Portuqaliyada bir ərəb qızının adını niyə Suriya xristianları, Livan xristianları kilsəsinin adını onu qoysunlar? Nə üçün? Elə Məryəm qoyardılar da, salamullah əleyha. Başqa bir dəlil, suallardan biri budur ki, o xanımın özünü Peyğəmbər qızı tanıtdırması. Məryəm salamullah əleyha müqəddəs xanımdır, amma o Peyğəmbər qızı olmamışdır. Bu suala cavab versinlər. 3. Üçüncü sual şübhə bundan ibarətdir. Xanım Məryəm özünü niyə İsa'nın anası kimi tanıtdırmadı? Həm İslam mənbələrində, həm xristian mənbələrində xanım Məryəm salamullah əleyhanı tanıtdırmaqdan ötürü deyilən ən məşhur söz İsa Peyğəmbərin anasıdır. Necə ki, İsa Peyğəmbərin özünü də İsa ibn Məryəm, Məryəmin oğlu İsa əleyhissalam ki tanıtırlar. Bəs orada olan xanım, 3 uşağın gördüyü xanım, qeybdən xəbər verən xanım, bugün də orada insanların ziyarət etdiyi, ibadət etdiyi, xəstələrin şəfa tapdığı bir məkanın özündə o xanım özünü niyə İsa Peyğəmbərin anası kimi tanıtdırmadı? 4. Sual bundan ibarətdir. Ən üstün, ən orada maraqlı hadisə əlində olan təsbihdir. Və uşaqların da cəmaata dediyi
həmin o müqəddəs xanım əli təsbehli olmuşdur. Bəli, o təsbeh bizə nəyi yada salır? Təsbeh müsəlman dünyasında xanım Fatimə-i Zəhra salamullah əleyhə atası tərəfindən verilən təsbeh zikirlərdir. 34 Allahu Akbar, 33 Elhamdülillah, 33 Subhanallah ki, başqa formalarda nəql olunmuşdur. Yatanda, səfərə çıxanda başqa forma, amma əsas namazlardan sonra zikrin forması budur. Yaxşı. Bəs kimsə sual verə bilər ki, xristiyanlarda necə təsbeh varmı? Xristiyanlarda olan təsbehin tarixi heç də xanım Məryəmin özünə qayıdmır. Heç İsa Peyğəmbərə də qayıdmır. Əleyhissalam baxa bilərsiniz. Və bəzi araşdırmaçılar araşdırıblar ki, təsbehlə bağlı tarixin özü miladi ilə 1208-ci ildə Dominik tərəfindən olan hadisə ki, xanım Məryəmi müşahidə etmişdir, onda təsbeh görmüşdür. Amma xanım Fatimə-i Zəhra salamullah əleyhanın təsbehi ondan daha qədimdir. Və xanım Fatimə-i Zəhranın təsbehi ona daha da uyğundur. Ona görə də bu təsbeh məsələsində də diqqətlər hamısı gəlir nəyin üstünə? Xanım Fatimə-i Zəhra salamullah əleyhanın üstünə. Və İslam dünyasında və bugün də ora ziyarətə gedənlərin əlində təsbeh olması o da bizlərə çox şeyi başa salır. Sonda bu suallardan əlavə bir mühüm məsələ toxunmaq istəyirik. O da bundan ibarətdir. Nə üçün bu hadisə baş verəndə kilsə əvvəl bundan müxalifət eləyib? Bəli, Vatikan kilsəsi, katolik kilsəsi əvvəldə o uşaqların özünün gördüklərini inkar ediblər və bununla da bağlı hətta etiraflar da eləməyiblər. Sonradan cəmaatın israrı ilə hətta orada tikilən ibadətgahları da xarab ediblər, dağıdıblar. Əgər xanım Məryəmlə bağlıdırsa salamullah əleyha, əgər xristiyanlıqla bağlıdırsa, nə üçün kilsə ondan əvvəldə müxalifət eləyir və orada tikilən ziyarətgahları bağlayır yaxud da xarab edir, cəmaatı ora ziyarətə getməyə qoymur. Amma sonradan cəmaatın israrını görəndən sonra kilsə yarım əsr sonra onlara icazə verir, cəmaatın tələbi ilə o xanımı görən iki uşaq ki, uşaq ikən xanım da məlumat vermişdi, siz dünyanızı tez dəyişəcəksiniz, orada ikisi dünyasını dəyişir, onları qiddis, yəni müqəddəs bir şəxs kimi elan edir və orada bastırılmasına baş verir. Nə üçün? Başqa bir sual. Nə üçün kilsə üçüncü şahidi gizlədir? Şahidlər üç uşaqdır. İkisi tez dünyasını dəyişir. O müqəddəs xanım əli təsbehli görəndə də deyib ki, siz ikiniz tez dünyasını dəyişəcəksiniz. Amma üçüncü xanım Lucia 2005-ci ilə qədər sağ idi. Nə üçün Lucia 2005-ci ilə qədər sağ idi? Ondan bir film, bir müsahibə, bir sənədli bir şey hazırlanmadı. Axı Papanın arxivi, Vatikan kilsəsinin arxivi muzeyi doludur. Neçə illər qabaq İsa Peyğəmbərlərdən, həvarilərdən və başqalarından, papalardan qalan əşyaları belə qoruyub saxlayırlar və onlarla müsahibə aparırlar. Nə üçün kilsə o xanımı gizlətdi? Nə üçün o xanımın ölümü belə məxfi oldu? Nə üçün o xanımla görüşə icazə verilmirdi? Ölümünün sonunda ən yaxınları qoca adamlarla görüşə icazə verilmişdir və onun xatirə dəftəri harda saxlanılır? Uşaqların danışığı harda saxlanılır? Və nə üçün o uşaqların orada üç qeybdən verdiyi məlumat ki var, Birinci Dünya müharibəsi, o cümlədən başqa hadisələr, kommunizmin yaranması və üçüncü sir gizlədilir. Üçüncü sirrin özü haçan aşkar olur? İkinci Can Pol Vatikan kilsəsində terror olunanda, bəli, bildiyiniz kimi bir neçə il bundan qabaq filmlərdə var, baxa bilərsiniz, Papaya sui-qəsd olunur. Ondan sonra çıxıb cəmaatda deyirlər ki, üçüncü sir ki vardı, o xanım uşaqlara vermişdi, o Papanın canına sui-qəsd idi. Bu da şübhələr doğurur. Nə üçün bu gizlədildi? Nə üçün Papanın canına sui-qəsd olandan sonra bu aşkar olundu? Amma bəzi araşdırmacıların fikri budur ki, üçüncü indi də sir olaraq qalır. Xanım orada sir vermişdir. O sir bugün də kilsəyə, Vatikanda əyləşənlərə, haqqı gizlədənlərə deməyi sərf etmir. Ona görə bu məsələləri araşdıranlar belə maraqlı faktlara da rast gəliblər. Və axırıncı məsələ Lucia xanımın ölümü ilə yenə də sirlərin açılmaması, o məsələnin üstündən tez keçməklikləri və çəkilən kinolar. O barədə çəkilən kinolar ziddiyyətlidir. Deməyək kinodur, yox. Bugün kinolarla insanlara bu aşılanır ki, o xanım Məryəm idi, salamullah əleyha. Əlbəttə bizim xanım Məryəmlə heç bir narazılığımız yoxdur, xanım Məryəm də ola bilər. Amma əlamətlər haqq olaraq tarix, həqiqətlər gizlədilməsin deyə xanım Fatimə olduğu salamullah əleyha daha da aşkar bilinir orada. Və o cümlədən də kinoların özündə hətta Fatimə adında kino çəkilir. Kinonun adı Fatimə qoyulur, amma kino boyunca heç vaxt Fatimə adından istifadə olunmur. Kinonun özündə bəzi səhnələrdə
Onun geyimi belə dəyişdirilir. Əsasən onun başqa cəhətləri qabağa qabarılır ki, və bu da o xanımın xanım Fatimə olduğu gizlədilsin. Bəzi filmlərdə camaatın özündən həqiqətlər gizlədilir, amma bəzi filmlərdə isə yenə də başa düşməkdən ötürü, həqiqətləri tapmaqdan ötürü müəyyən fürsətlər verilir. Hər halda biz nəticəni sizin ixtiyarınıza buraxırıq. Bu günləri Portuqaliyada Fatimə şəhəri var, ora ziyarətə gedənlər var. Camaatın Avropa kimi bir dünyəvi ölkələrin yaşadığı müxtəlif yerlərdən, İspaniyadan, Portuqaliyadan və digər şəhərlərdən ora ziyarətə gəlinir. Hətta xəstələri belə şəfa tapır və şəhərin də adı Fatimədir. Ümidvaram bir gündə tezliklə həqiqətlər aşkar olsun və o şəhərin sirləri daha da insanlara aydın olsun. Allah Təala bizləri xanım Fatimə-i Zəhra salamul əleyhadan ayırmasın.